Herkese salam. İmranla İsa'nın kalaskası qırıldı. Qırıldıqdan 3 gün sonra bəxtimizdən gözəl bir xəbər gəldi ki, dövlət uşaqlara kalaska verir, çox uşaqlı ailələrə. İndi ondanla gəldik, götürdük. Bu kalaskanı quraşdırdım artıq. Qaldı qabaq hissələri. Eyni bizimkindən də eyni. Yəni bizimki qırıldı. Pələnkənlə yuxarı dartanda arxa tərəfi qırıldı. Sürmək olur, amma ki ehtiyatla sürmək lazımdır. Bunu da hökumət pulsuz verdi. Bu da soyuq olanda ya yağış yağında ayaqlarının üstünə sarılsan. Hələ ki lazım olmayacaq yayda. Cığalasına qədər var, yağış yağında cığala taxırsan. Amma bunu işlətməyəcəm, bunu saxlayacağım çünki açıq var. Bunlar mənə lazım olmayacaq. Bunları korobkanın içində saxlayacağım. Kalaskanı fevral aya qədər məndədir. Fevral ayından sonra uşaqlar böyüyüb gedib dəyişməliyəm, başqa bir kalaska götürəcəm. Ona görə ehtiyatlı işlətmək lazımdır. Bunları saxlamaq lazımdır. Qaytaranda vermək lazımdır. Bəli, söhbət onda qaldı ki, fevral ayı dəyişəcəm kalaskaları. İndi kalaska fikir verim, ehtiyatlı işlətmək lazımdır. Çünki məndən sonra başqa bir çox uşaqlı ailələr də var. Onlara veriləcək. Kalaskada çox fərq var. Belə də bilinmir. Firma eynidir. SB firması. Donna SB. Amma ki şeydir. Fərq var. Quruluşunda biraz razmerində, biraz çox yox fərq var. Baxıram, fərq görürəm. Məsələn, bizim burada yazısı var bizdə, amma onda yoxdur. Baxın, burada firmanın adı var kalaskada. Orada yoxdur. İndi bu kalaskadan hər şey ora köçəcəm. Bu kalaskanı da düzəldib satdığa qoyacağım. Satılsın. Bəlkə də ehtiyacı olan adamlar var. Hayıfdır, bəlkə də qalmasın. Düzü yumalayam, biskülə çiyib, uşaqla biskülə salıb, yuyub satdığa qoyacağım.